Which of the following questions does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? Birincidə, how did the ancient Egyptians transport the massive stones to build the pyramids? Yəni, qədim Misirlilər piramidalar tikmək üçün nəhəng daşları necə daşıyırdılar deyilir. Mətnimizdə bu sualın cavabı qeyd olunmuşdur. Çünki verilən məlumata əsasən burada artıq müasir maşınların olmadığı deyir. Hansı ki, bu daşları qaldırmaq üçün insan gücündən istifadə olunub, rampalardan istifadə olunduğu qeyd olunmuşdur və eynən verilən məlumatımız birinci sualımızın doğru cavabıdır. İkinci sualda what do paintings and the inscriptions found inside the pyramids reveal? Yəni piramidaların içərisində tapılan rəsmlər və yazılar nəyi ortaya qoyur, nəyi aşkar edir, yəni? Mətnimizdə yenə də biz 3-cü paragrafın sonunda məlumatı görürük və burada paintings and the inscription that show the pharaoh's life and the beliefs about the afterlife. Yəni burada tapılan rəsm əsərləri, eləcə də yazılar əslində Fironun həyatı, inancı, yəni ölümündən sonraki inancı haqqında olan məlumatları göstərir. Ona görə biz ikinci sualda doğru hesab etmiş olacağıq ki, yəni cavabı var. 3-də what materials were imported from other countries to construct the pyramids? Yəni piramidalar tikmək üçün başqa ölkələrdən hansı materiallar gətirilib? Təbii ki, xarici ölkələrdən material gətirilməsi ilə bağlı məlumat verilmədiyi üçün bu sualın cavabı yoxdur mətndə. 4-cüdə what rituals did ancient Egyptians perform when building the pyramids? Yəni qədim Misirlilər piramidalar tikərkən hansı ritualları yerinə yetirirdilər? Yəni də rituallardan məlumat olmadığı üçün bu sualın da cavabı yoxdur. Və 5-cidə what specific tools did ancient Egyptians use to carve the limestone blocks? Yəni qədim Misirlilər əhəng daşı bloklarını oymaq üçün hansı xüsusi alətdən istifadə edirdilər? Burada sadəcə əhəng daşını bir material kimi istifadəsi verilmişdir və onu oymaq üçün istifadə olunan material, yəni alət adları qeyd olunmayıb. Ona görə bu sualda cavabı mətnə əsasən yoxdur. Bizdən təbii ki, şərtdə mətnə əsasən cavab olan suallar istənildiyi üçün 1 və 2-ni doğru cavab götürmüş olacağıq.